guys, what we are gonna do today, we are gonna do Better Than You by Charlie Ludwig. Part 2 is a story time. Oh, yeah, there's no writing story time in here. Tamam, biz bugün Better Than You by Charlie Ludwig eləyəcəyik. Yəni, mətni oxuyub, tapşırıqlarını işləyəcəyik. İndi mən mətni oxumayacağım, vaxtımız getməsin. Yalnız tapşırıqları işləyib, cavablarını verəcəm. So let's start. Okay, so let's start. So read the story and put the pictures in the correct order. So let me open it. Okay, so first of all, he was sitting. Not like that. They were playing guitar. After I think it's Nico. This is Nico. So it will be the last one. So 1, 2, 3, 4, 5, 6. 6. It's gonna be 6. Bu 6-cı olacaq. Çünki bunun Nico olduğunu düşünürəm. Yəni bu olmaqdansa bu Nico ola bilər. Və əgər bu Nikodursa, ən sonda deyirdi ki, Nikonun da gitarı var idi. Ona necə öyrədəcəyini öyrətdim. Yox, ona necə çalacağını öyrətdim. Ona görə bu 6-cı olacaq. Qələm rəngini dəyişim tam bilinsin. Məncə bilindi. Belə yazma, bilinsin. Aha. 6 bura gedir. Sonra velosiped sürərək məktəbə gedirdi burada. Bu hələ ki qalsın. Gitar, bu kimdir? Bu dayısıdır. Şəkilləri üzəri ilə vermiş ki, tamamlayaq. Əgər bu dayısıdırsa, bu birinci gəlməyəcək. Birinci onda bu gələr. Birinci. Gitar çalmağını deyir. Çalırlar və xoşuna gəlir. Sonra, bunu bildim kimdir. Sonra velosipedlə məktəbə gedir. 2. Bu 1. Bu 1, bu 2. Deməli, gitar çalırlar. Sonra bu məktəbə gedir. Uşağın adı yadımdan çıxdı. Tyler, Tyler gedir məktəbə ikincində. Üçüncündə kim idi bu? Bu oğlan Niko'ydu mən bilən. Aha, deməli, bu da qatılır aralarına 3. Buraya yazaq 3. Sonra 4. O Niko deyir ki, nice. Yəni qəşəng oynadın. Sonra Tyler küsüb gedir. Tyler değildi, yox, o birisi. Jake küsüb gedir və ardınca gəlmir. Bu da 5. Birinci bu oldu. Birinci bu şəkil oldu. Birinci bu şəkil oldu. İkinci bu oldu. Üçüncü bu oldu. Dördüncü bu. Beşinci bu. Altıncı da bu. Böyle gösterim falan. Okay, so let's continue. Devam edək. So answer the questions. Sualları cavab ver. What helped Tyler feel better? Tyler'a yaxşı, elə onun yaxşı hiss eləməsinə kömək edən nə idi? Gitarı çalmağı ona yaxşı gəldi. Did Jake treat others the same way he treated Tyler? Yes. Yep yazaq. Yep. O digər uşaqların adı nə idi? Bir dənə baxaq. Aha, deməli, Carlos'dan Oscar'a da eyni cür davranmışdı. Burada olan şəkildə. Aha, onlar da pis davranırdı. Sonra geçək. Why did Uncle Kevin say that Jake was like a pufferfish? Because he always like pufferfish. Wait a minute, I forgot. Okay. They puff. Someone like him, they puff like a pufferfish, and they just hurt their friends. And they just forgot their friends. Deməli, pufferfish. Bir dəqiqə sizə göstərim nə hansıdır.
Bir de bu toxunanda şişən balıqlar var ha. Bunlardır. Bu balıqlardır. Səslə belədir. İndi öyrəndiyimizə görə keçə bilərik. Həmin o balığa deyilir. Özü kimsə dəyəndə və yaxud kimsə görəndə o şişməyə başlayır. Şişəndə isə ətrafdakılara, tikanları ilə zərər verir. Ona görə də Kevin, Uncle Kevin Jake'ə deyir ki, o bir puffer fishdir. Bunu dedim. Siz bunu qeyd edirsiniz. Bir dakika. What did Nico and Tyler have in common? Okay. So, Nico and Tyler'ın ortaq, nələri ortaq idi? They both had a guitar. İkisinin gitarı var idi. They both are, their characters are the same. Onların xarakteri eyni idi. Yəni demək olar çox oxşar idi. Sonra deyə bilərik ki, they both can throw neydi onun? Frisbee, cool. Onlar bu alətin adını bilmirəm. Bu aləti ikisi də yaxşı çevirə bilirdi. Tullaya bilirdi, necə deyək. Think of other ending for this story and share it with a partner. Biz başqa cür bir sonluq düşünəcəyik bu mətnə və bu mətn deməyək və bu sonluğu öz parti yoldaşınızla paylaşasınız. İndi məsəl üçün mən deyə bilərəm ki, Azərbaycanca deyəcəm, sonra ingilis dilinə çevirəcəm. Məsəl üçün deyə bilərik ki, Tyler hansı idi? Jake öz səhvini anlayır, Tyler'dan üzr istəyir və sonra onlar yaxın dost olurlar deyək. Not Tyler, Jake belə deyim də, Jake elə deməyək. Okay. So Jake understood his problem and his mistake, and he just he apologized to Tyler, and they both became very good friends. Belə deyə bilərik. Make a list of your strengths and weakness. Then discuss the questions with your partner. Okay, so guys, actually, I have to say something to you. Don't try to say your weakness to people. Sən öz zəifliyini heç kimə demə, mənim fikrimcə. Because not the all people are good. Like the bad people can use that information and can try it on you, your weakness. So that's why I prefer not to say to anyone my weakness, and I prefer you do not tell your weakness to other people. Başqalarına öz səhvinizi deməyək də, öz zəifliyinizi heç kimə deməyin, heç kimlə paylaşmayın. Çünki hamı bir-birinə oxşamır. Yəni yaxşı insanlar, həmişə də yaxşı insanlar yoxdur. Sizin bu zəifliyinizdən istifadə edib sizi incitmə ehtimalları var. Amma biz yenə də özümüzdən uydurma bir şeylər qoya bilərik ki, bizi incidə bilməsinlər. Özümüzdən uydurma bir özümüzün həqiqət zəifliyimizi yox, güclülüyümüzü deyəcəyik burada. Amma yanlışlıqla da weakness, yəni zəiflik qoya bilərik. How can I become better at my weakness? Mən öz zəifliyimdə necə daha yaxşı ola bilərəm? Məsəl üçün, mən yalandan bir zəiflik deyəcəm və sonradan bunun üzərində işləyəcəyik. Məsəl üçün, zəif nöqtəm deyə bilərəm ki, I'm afraid from the dogs. İtlərdən qorxuram. Halbuki itlər ən sevdiyim heyvanlardır. İndi deyə bilərik ki, mən itlərdən qorxumu üzərindən necə gələ bilərəm? Yəni zəifliyim budur, üstündən necə gəlim? Deyə bilərik ki, maybe spend more time with dogs. Daha çox vaxt, itlərlə daha çox vaxt keçməklə, and try to understand them. İnsan deyirlər, axı, mən onları necə anlayım? Onları anlamağa çalışmaq, yəni dərdlərini başa düşməkdə, yəni acısa yeməyi verək, susdursa suyunu verərək anlaya bilərik və onlar da sənə zərər verməz, belə düşünürəm ki. How I can become even stronger at my strength. Mən güclü olduğum şeylərdə daha da güclü olmağımı necə edə bilərəm ki, daha da güclü olum? İndi düşünək, güclülüyü nə götürüm?
Məsəl üçün mən bir düşünüm. Okay, maybe my straight yeah, my strengths are not all, my strength is straight değil bir dakika. Okay, so strength. I think my strength is being confident and also being creative. Mənim elə güclü olduğum, güclü deməyək də, yəni üzərində yaxşı olduğum şeylər müsbət cəhətim çox rahat, yəni confident olmaq, özgüvənli olmaq və hər şeydə yəni kreativ olmaqdır. So mən bunda daha da nətər yaxşı ola bilərəm. Maybe I can say about creativity. You just try to do lots of new things. Yeni şeyler etmeye başlamaq sənin kreativliyi artıra bilər. Və nə dedik? Confident. Talking with people online, offline, it's no matter. Fərqi yoxdur. Online, offline insanlarla danışmaq sənin özgüvənini artıra bilər. Əlbəttə ki, düzənməli adamlarla danışmaq, yoxsa düzgün adamlarla danışmasan sənin özgüvənini daha da batıra bilər. Okay, so guys, that's all for today. Okay, see you next time. Bye.